Təkər arxa, təkər stopa getdi. Yaydı, bura, ucu çartdırmır onu. Olmayıbdı ki, hələ salamat fikrimizi qutaraq. Bunlara bak. Herkese salam dostlar və yenə də biz yenə də 2 dənə təkərlə, çelikdə təkərlə gedirik drift eləməyə. Yüşrə qardaşım, yüşrə getdik. Həmişəki kimi uşaqlar tələsə, üzülürsən, petliskalarımız qoşul deyil, çox tələsirik. İkinci kadrda qoşulacaq. Bəli, Ümid var o. Səbirli olun, qoşacağıq. Belə qardaşımız nə edir? Elə prosən də oturasan təkərin içinə. 100%. Tullanım da biri var hani. Operatorumuza bir dənə baxın. Sən ana yeni iş buyurduqsa, 5 hours later. 5 hours later. Əsalın üzünə qaplanım. Bu necə mən oturacam ora? Və yaxşı sən otur deyə və bu hara gedəcəkdi? Bu. O sürücünün yerinə qoymuruq qaqa. Söh, getdi indi. Sənəm birdən banda. Elmlər olsun. Əziz dostlar, bir daha hamını salamlayırıq. Biz bayaqlar getdik təkər yerindən salamladıq uşaq hamını. Qəşəng. Onda mən bir salamlayım hamınızı təzədən. Bir yenə də salamlayaq bəli. Salam. Gəldik çıxdıq Race Club-a. Bugünkü bizim məqsədimiz nədir? Race Club-da əlimizi qızışdıracağıq. Simulatorda olsa mən əminəm ki, simulatorda əlimizi qızışdırıb sonra Bakubusa getsək yüksək bir nəticə göstərəcək. Sən nə fikirləşirsən qardaşım bu barədə? Mən fikirləşirəm ki, qardaşım biz gördüyünüz kimi yenə sürüş aləminin evindəyik, Race Club-dayıq. 100%, yəni əl qızışdırıb simulatorda ora getməyimiz elə bir əlini asılışır da rahat olsun. Həm də mən 17 yığmışsınız burada yoxsa yox? Demək olar hazırdır uşaq. Test edə biləcəyik. 5-10 dəqiqə hə 17 Doğru. hazır olur. İndi ilk Drift Car 07-miz nəinki Azərbaycanda və simulator oyunlarında görəcəksiniz. Bərk sürüşlər olacaq, özün birazdan görərsən bunları. Tam hələ ki özü olmayacaqdı. Özü hardasa bir aya tam hazır olacaqdı. Amma belə Qaran 07 Drift Car, böyründə də Race Club, yəni bu şeyi hazır eləyirik. Demək olar indi göndərəcəklər. Drift eləyəcək də 17? Drift eləyəcək, hə. Gəl özü test and training mərkəzində. ISOL. Orada iminli plusdakı bildiyimiz bizim maşınımızın xarakteristikalarını qoyuram. Qardaşım bu ucu başqa leveldə başa düşsən, oyunda eyni trans, eyni maşın. Oyundan çıxıb getsən sonra real həyatda onu test et. Deməli qardaşım, növbəti bizə bir köməklik lazım olacaq səndən. Bir bu sürüş aləminin gidi, masteri olaraq, hə, gördüyün kimi düzmüşük burada rullarımızı. Burada hər bir tipdə rul var. Hansından biz drift eləyə bilərik? Hansı ruldan istifadə eləməliyik? Keçək ciddi söhbətlərə keçsək, sürüş aləminin cürbəcür idman növləri var. Yəni rallisi olsun, F1 olsun, drifti olsun, rally cross və s. Azərbaycan sürüşü də var. Hər rulun öz funksiyası var. Məsəl üçün sportkar street sürmək istəsə, məsəl üçün Lambo rulu %100 bizim işimizə yarayır. Bu rul nəyə oxşayır? Sizcə? Tempra, Fiat Tempra. Sabit sürmək istənsə qardaş, lazımdırsa otur rahat bu ruldan istifadə elə. Əgər biz keçirik driftdə, simulatorda əlbəttə ki mən bu rulu seçərdim. Formula 1 bu da ki cavan uşaqlar üçün, təzə başlayanlar üçün belə deyək. Görkəmli. Onun üçün də biz gün drift eləyəcəyik və bu rul öz funksiyasını gün yerinə yetirəcək. Mən bu rulu seçirəm çünki drift məncə buna daha rahat olar. Bu rulu seçdiyinə görə sənə bir dənə də sual verim. Çox adam görmüşəm ki, Amerika blogerlərində sim racinglə məşğul olanlar maşının rulunu çıxardıb qoyurlar sim racingə. Mən istəyirəm onun əksinə eləyəm. Səncə mən bu rulu açıb drift kara qoya bilərəm? Qoya bilərik, yəni. Burada məşğul eləmə, eyni rulla da orada gəlir. Hə, eləmək olar. Bir dənə perxadnik qoyuruq 07 şturbalına. Bu belə girib çıxır, düzdür? Hə, o prosta ora girib çıxır, bura yox. Aysa. Bu elə bir şey. Ən bədəbətdə gəlib sən buradakı perxadniki götürüb 07 şturbalına. Ən bədəbətdə bunu açıram. Yəni belə. Mən dedim option da eləmək olar, belə də eləmək olar. Əlbəttə best rul lazımdır. Mən nəyinəm ki knopkalar? Hə, 2 vur 2-dir qardaşım. Açıb ora bağlamaq. Uşaqlar. Deməli, Moza rulunla 07 sürəcəyik. Yaxşı, drifti bununla eləyə bilərsən. Mənlik deyil qardaşım, eləyə bilərsən. Maraqlıdır, yəni bunu test edirəm. Risk eləmişəm, əlimə apardım. Doğru, deyirəm, özüm çətin olar. Yoxlayacağıq, hamısını test edəcəyik. Mən bununla maraqlı olar, sənə 2 təkər qaldırmağa tempra. Sənə təmiz tempradır qardaşım, multi tempra. Multi rul da özdə üstəlik. Bu rulu mən görməmişdim, hadi sən bunu təzə məsələdir. Hə? Uşaqlar. Salafandır ya, qardaş. Açılmıyor bu. Gördün? Sən test eləyəsən. Uşaqlar, deməli, kanalımıza abunə olun, kommentariya qoymağı, rəy qoymağı unutmayın. Növbəti video rolikimiz ola bilsin ki, YouTube-da da olacaq sürüş videomuz. Həmin sürüş olacaq ha. Və bu rullarla, 07-lərlə brat, hələ sürməmişik bu rulları. Yəni test eləyək də. Mən də başqa cür demək istəyirəm. Bu videonu gördünsə, abunə oldunsa, bəyəndinsə, yorum yazınsa, sən yaxşı olansan bizim qardaşımız. Bu videonun Elvin 023-ün kanalında da olacaq. Bir dənə keçid qoyacağıq. Bax, o düz bura. O keçiddən keçirsiniz o biri kanala. Orada bir dənə abunə, rəy yazırsınız. Xoş rəylər yazırsınız. Kalam kanalımız var, qardaş, lazım olsa. Mr. Beast-i məhv eləməyə gəlmişik.
Getdi uşaqlar. Gördüğünüz kimi 07'miz demək olar hazırdır, sürdüm. Demək olar ki, yəni eyni idarə etməni göstərir. Burada 90% oxşarlığı var. Yəni istəyirəm 07'in qəşəng göstərəsən, bir ona bax. Necədir? Oxşayır qədər. Biri də oxşayır, idarə etməyi də. Dələ görüşürlər, bax da, burada oğlum çəkir. Oo, Necədir efi. ya? Təmiz efir deyil. İndi isə istəyirəm bu otursun, bunu 07'ni sürsün bu simulatorda. Harada səhvi var, onu düzəldək. Burada isə çıxağa gedək, testdən trening mərkəzinə real 07'mizi sürmək. İçdən salon solidni. Təmiz zavod. Yəni mən burada repetisiya eləmişəm uşaqlar. Mənim üçün yəni bu boş şeydir, düz dibədib. Hə burada biraz İngiliscə altını vurdum. Səhvi özün başa düşdün. Başa düşdüm, amma sən izah eləsən daha yaxşı olar. Buradan gəldim. Rusnoy düz yerdə çəkilib. Həri. Qəşəng. Əla, əla, əla. Enli trayektoriyanı geysən sağ. Həm də burada gördüyümdə görəcək enli getdin. Ay, orada hardan getməli idim? Orada ucu çıxana yaxın maşın qabaq təkəri o balaca kruqa yaxın olmalı idi ki. Deməli, qabaq təkəri bura yaxın. Bəli. Bir bura ilə bu istiqamətlə gedirik. Bura ilə gəlirik. Ucu buradan çıxıb bura girmək istəyəndə, bax burada bax frenanda, bax burada enli getmirsən bax buradan. Bax enli gedəndə bax burada trayektoriyanı ucu əlimi sürtəcəm məcbur. Bax ucu bax belə, bax belə. Bax qabaq təkərlər burada olmalıdır bax burada. Aha. Sən suz içəlisən kruqu. Aysan. Ki bax ucu bax görsən necə adi fizika kimi də, yəni Deməli, enə gələcək. indi mənim traktorum baxaq. Hə, həqiqətən də bir dənə buranı çəkin. Bax, fikir versiz burada bir sürəti öldürürəm amma. Sən ucu məcburda ucu Amma görsən. buradan keçməliyəm. Sən buradan keçsəydin, sən yolunu uzadacaqdın. Yox, qəşəng. Bir dənə onu prob eləyək. Orada yaxınlaşdırmalısan. Ay, sabah, in, hop, uçsun. Gördün? İdeal. Səhvimizi düzəltdik. Bir dənə trayektoriyanı düzgün seçimi eləyəndən sonra gördünüz necə çatdı o kruqa. Yəni kim deyirsə sürüş hesabat deyil, ürək zat, ürək öz yerindədir. Maşın öz yerində, amma hesabat da olmalıdır beynin. Sən bilməlisən ki, hansı pavorta necə gedirsən ki, olması pavorta çatdırasan. Bir dənə orada traktoriyaya da baxaq. Bir dəfə səhvimi düzəltdik. Hə, bir dəfə düzəltdik. Deməli qardaşım, bax həmin şey oturdıq maşına. Bura. Bura yenə böyürük. Pastanovka super. Trayektoriya əla. Burada sən dediyin kimi bax çalışdım səriyə doğru. İçəri girdin deyənə. Ucu çatdırdın ona. Ay sağ. Bayaq bura kimi gəlib çıxmışdım çünki sürətim çatmamışdı. Amma biraz da işləsək üstündə yaxşı olar. Prosta biz Bakubusa gecikirik. Məncə qaçaq bir dənə Bakubusa. Yarım saat trening elədik, bəsdir. Yəni mən belə şeylər görməmişəm. Əsl şey, əsl trası, əsl maşını kompüterdə sür, sonra gedir real həyatda. Bura qədər oxumamışam mən. Bura race klubudur. Uşaqlar, çıxalçılıq edir, bir sayılmır. Sayılmır, yerlə sürmək olsun. Muradı çağıran maşın Yusuf. İki baxış. Yerlərini dəyişdiriblər ona görə. Bağlantı kapot. Salam. Gedirik maşını yumağa. Hələ ki fürsətdən istifadə edirəm. Gedirik maşını yumağa, Dalneşidə trekə. Plan budur. Hələ ki plan budur.
Bəzən sıfırdan millət yığır. Baxın. Təhər səhifə. Sonra blok atdılar axı. Oy böyle. Muftanı kaçatda. İçəriyə çıxır, qardaş, yoxsa baxırsınız. Ben biraz agresif sürüyorum, hiç seriyse. Qoşuluydu bura. Bayaq yabaçı maşını kimin sağ oturmuşdum. Sağaldım, qoşdum. İndi söndürdüm burada hamısını. Mən elə bildim remen çıxdı. Onun üçün saxladım maşını. Çünki rul kilitləndi. Bura bu normalde texniki baxış eləmək lazımdır bura. İndi Ha bura üstə yaparmaq lazımdır qardaşım. Bu rulda problem var bura. Yalnız normal dibliyəndə rul ilişir. Yaydı bura, ucu çarptırmır onu. Bax orada şey var bax bir dənə şlang balaca. O xamutdan atıb. Deyir baba. Ha, qırılıb o. Zaquşka var ha. Qırılıb bax, dəmir qalıb içində, o qırılıb. Zaquşka. Yox. O Nə deyəsən deyirsən? buna bağlanır dəmirə. Adı yox, kişi zaquşka da o pompanın içinə. Onda zaquşka. Zaquşkadan atıb. Bir dənə soyusun, bağladıq, su tökdük, işləyəcək tezdən inşallah. Söndür akkumulyator bax şöyle bunu gözlə. Abi sən nə olub? Prosta probka var. Antifriz saxlayan probka. Probkadan atıb. Çünki abrot mən çox basıram da. Mən biraz mən bir sürəni... dənə motorun kilitlənməyini şey elədim. Sənin motorun kilitləndiyi burada. Təkər arxa, təkər stopa getdi. Ya, söndü də maşın. Yəni kilitlənməyi mən bilən biraz pis məsələdir. Yox. Zarafatsız. Ha, nə bilim, olmaz deyil inşallah. Olmayıbdı ki, hələ salamat düşdüm qutara. Gəl təkər, gəl. Qoz kimi. Əla. Qoz Narahatlığına kimi uşaqlar, səbəb qoz yoxdur. kimi, hər şey qoz kimi. Öpürəm sən bura. Narahat olma, qoz Hər kimi. şey zordur. Son nəfəsidir 07'nin. İnşallah 07'nin nəfəsini kəsdik. Всё, следующий. G30 xodduyun. Görsən, elə sürüş pul tələb eləyir bura. Bəli, elədir. Onsuz da biz buna qol çəkəndə bu şeylərin hamısına razı olmuşduq. Deyir. Mən sürə bilmədim də qardaş. Bax, Ah. çox adam deyəcək ki, qardaş sən ucu 4-cü Ekranı bəyənmə, ha, birdən barmağın uzanı qırılır. Yəni treka çıxmısan, sən ucu 4-cü, 5-ci opsiyonda. Vallahi deyirəm, mən burada gəlib normal sürə bilməmişəm. Mənim patolog sürdüyüm buranı 3 kruq sürmüşəm. Patolog sürdüyüm günə. Yəni bax bu gün neçə kruq getdim? 3 kruq desən getdim də sən 3 kruq getdim saxladım. Yəni bu gün idi elə o da bəlkə də patoloqun. O ikinci kəndə başını mən qırıram bura. Sən sağlam. Zarabat. İkinci Verməyin, kəndə. maşın verməyin. Ha qardaşım sən biraz Dözmür də sən var. dibliyirəm də bax nə edeyim. Urlavon da yağın dəyişməmiş görsən. Urlavon yağın zaten dəyişmək lazımdır bura. İtəlin, itəlin. İtələ, sən də oradan. Hələ deyə bu yemək su gətirəcək. Ən çətin məndə. Orada bir dənə yer apara bilərik ki, bura test olunsun maşın. Maşının bütün zirzibilini çıxartsın, desin ki, filan şey, filan şey, filan şey. Patrukdadır, muftadır, rulavon, göz qabağı. O belə test edir bunları, bir adam elə edir. Qardaşına, qardaşına. Altı taksi tripki olmadığını gir bax. Elmas gördün?
Bir dənə o patrubkadır. Rulavon yağıdır. Rulavon yağı da buraxmır ha. Prosta palçıqdır deyənə. Dəyişmək lazımdır. Rulavon yağını bək dəyişmək lazım. Yəni hava ilə zadına çıxardan təmiz olsun. Yox. Ay sağ ol. Bir də mufta. Mufta da ki məncə Jitkis'təndir. Qardaşım, bugünkü günə nə deyə bilərsən bir dənə kommentariya bilin. Çox isti, çox adrenalinli, çox maraqlı və axırda yenə də məncə yaxşı. Məncə də yaxşı. Bəs də bura bu treşlər qutarsında nə olar bu treşlər? Allah Murad, bax qardaşım, bax bu söhbətlər, o gününüzü qızdırır mən. Bu söhbətlər qutarsa, treş olmasa belə marağı olacaq səncə? Marağı olacaq. Abi bizim millət bu qanı xoşlayır, qan tökülməlidir. Başa düşdün Murad? Onda nəsə bir şey fikirləşərik də, nəmə altına Özünə qırılsın, eləsin. Güya nəsə qırılır altdan, nəmə alov zat buraxırıq verilir falan. Süni intellekt. Amma belə olmasın da. Boş şeylər də qardaşım, patrubkadır, rulavon yağıdır. Rulavon yağı onsuz mən demişdim ki, dəyişilməlidir. Yoxsa baş qarşı belə dəyişilmədi. Bir dənə patrubkadır, bir dənə Jitkis muftadır. Sallaşma qardaşımızındır, qardaşımız. İzləmədə qal. Bu videonu gördünsə takip at. Follow elə, yorum, komment, like, repost, daha nə maçı.